Ermənili tacir Şahmaroğlunun 75 yaşlı bacısı Zöhrə xanımın sosial şəbəkədə paylaşılan son görüntüləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Milli Az xəbər verir ki, tanınmış stilist, vizyajist və Zöhrə xanımın qızı Tünzalə Kərimova anasının saç və makyajını yeniləyərək ona tamamilə fərqli, daha cavan görünüş qazandırıb. Yaradılan obraz xüsusi diqqət çəkib. Paylaşılan kadrlarda Zöhrə xanımın 75 yaşına baxmayaraq son dərəcə baxımlı, enerjili və gümrah görünməsi izləyicilərin rəğbətini qazanıb. Sosial şəbəkə istifadəçiləri yaşlı xanımın dəyişiminə təriflər yazıblar.